Yuyulmuş və suyu süzülmüş əriklərin çərdəyini çıxardırıq. Videoda da gördüyünüz kimi əriyin çərdəyini qələm vasitəsilə çıxardıram. Bütün əriyin çərdəklərini çıxardıram və şərbət hazırlayıram. Mən 3 kiloqram ərik mürəbbəsi hazırladığım üçün 3 kiloqram şəkər tozundan istifadə etdim. 3 kiloqram şəkər tozuna 200 ml ölçülü stəkan su əlavə etdim və şərbət hazırladım. Şərbətimiz hazır olana qədər ərikləri bir neçə hissədən çəngəllə deşdim. Bunu ona görə edirəm ki, bişən zaman əriyin qabığı ayrılmasın və dənələrini çıxardıb içinə əlavə etdim. Artıq bütün proseslər tamamlanıb və əriklər çəngəllə deşdəklənib. Şərbətimiz hazırdır, qaynayır və qaynar şərbətə yavaş-yavaş əriklərimizi əlavə edirik.